Ya Allah, hardayıq belə, hə? Möhtəşəm bir ev, möhtəşəm Gözəl bir yerdə. evimizdir dostlar. Şəxsi tikilidir. Sadəcə sahibi rəngliyib, belə səliqə səhmana salıb. Gazı var, işığı var, suyu var. Jackpot qiymət gəlir. Super qiymətdir, Düz həqiqətən. yol qırağı, marşrutun qırağında. Qırağında həyətdə belə sanitar qovşağı var. Burada yoldur, bu istiqamətdə də yoldur. Bu evlərin arxası da şəhərə gedən marşrut xəttlərinin gedən bir tərəfidir. Yəni 163-dür ya 166 marşrut keçir. Oradan keçir, böyrdə də yeri var. Daxil olduqda dostlar, bu belə pilləkanları, buradan girək. Burada belə yataq otaqlarıdır. Burada belə mətbəxtidir. Qonaq otağıdır. Yataq otağı. Yataq otağı. Bura ayaq yolsudur. Bura sanitar qurşaq. Oranın nəsə qapısını bağlayıblar. İnşallah daxil olaq ikinci mərtəbəmizə. Dostlar, ikinci mərtəbəmiz bu belə mansardır. Maraqlı evdir. Mansarlı evlərə indi tələbat da çoxdur. Burada da belə bir geniş qonaq otağıdır. Buradan balkona çıxışımız da mövcuddur. Belə yataqdır. Bu da yataq otağı.